Salam əziz dostlar və dəyərli izləyicilər. Mənə gələn ən birinci sual deyəcəm sizə. IELTS ilə bağlı ən çox verilən sual belədir ki, mənim speaking sualları çoxdur. Biz onları necə hazırlaşaq? Bunun üçün sizə kiçik bir yol göstərəcəm. Bu hansı yoldur? Girirsiniz hər hansı bir AI sisteminə. IELTS speaking sualları təxminən 144 dənədir, 141 dənədir part üzərində. Part 3-lər deyəlim ki, rahatdır. Part 2-lərə hazırlaşmaq lazımdır və nə edəcəksiniz? Mündərizat səsinin bütün mövzularını kopya edirsiniz və ya da şəklini çəkirsiniz, atırsınız ChatGPT-yə və ya da Gemini AI-yə ata bilərsiniz, hər hansı bir AI sistemlərini ata bilərsiniz və həmin AI sistemləri sizin üçün deyəcəksiniz ki, məni bu sualları müəyyən kateqoriyalara böl, insanlarla bağlı, əşyalarla bağlı və çıxardıb verəcəksiniz. Və siz artıq insanlarla bağlı bir şablon özünüzə cavab hazırlaya bilərsiniz və ya da bir plan qura bilərsiniz və istənilən insanlarla bağlı sual düşəndə həmin plana müəyyən dəyişiklik edərək imtahanda rahat şəkildə hazırlaşa bilərsiniz. Ümid edirəm ki, bunu edəcəksiniz və qısa zamanda nəticə əldə edəcəksiniz. Mən bunu yeni tapmamışam, müəyyən bir zaman düzənində işləyirəm və görürəm ki, effektivdir və ona görə də siz sərbəranədə bölüşürəm. Çox sağ olun.